Salam dəyərli izləyicilər, hər birinizi bir daha xoş gördük. Çoxdandır, belə deyim, izləyicilərimiz bizə deyirdi ki, real vəsaitlərlə ticarət edək. Biz də real vəsaitlərlə ticarət edəcəyik bu günləri. Qızılda yaxşı bir giriş nöqtəsi olmadı. Bu günləri biraz qızıl bizi incitdi. Gümüşdə yaxşı bir giriş nöqtəsi var və biz də bu günləri gümüşdə ticarət edəcəyik. Gümüşdə yaxşı bir giriş nöqtəmiz var. Sadəcə olaraq spread çox olduğu üçün gümüşə daxil olmuruq. Yenə izləyirik, baxaq, görək hansı alətdə yaxşı bir giriş nöqtəmiz var. Qızılda baxaq. Hələ ki videonu dayandırım. Çünki gümüşdə belə deyim, əməliyyata daxil olacaqdım. Lakin spread çox olduğu üçün əməliyyata daxil olmadım. Yenə yaxşı bir, başqa bir alətdə yaxşı bir giriş nöqtəsi olanda davam edəcək. Bəli, Eurokatda yaxşı bir giriş nöqtəsi yaranmaq istəyir. Yenə 5 lotdur. Yenə izləyirik. Yaxşı bir qırdığı təqdirdə daxil olacaq. Qırmır. Buradan bay əməliyyatına girmək risklidir, əgər əks istiqamətə qırsam. Çünki qarşıda çox güclü bir direnç var. Qrafikdə normalda sual verirlər ki, 1 dəqiqəlikdə ticarət edirsən. Xeyr, normalda 30 dəqiqəlikdə analiz edirəm, 5 dəqiqəlikdə giriş edirəm. Sadəcə olaraq çox vaxt mən analizlərimi bu qrafik üzərindən eləmirəm, başqa monitorlarda edirəm. Ona görə də belə deyim, indi hal-hazırda Eurokada mən 5 dəqiqəlik time frame-də baxıram digər monitorda. Burada bir konsolidasiya yaradır. Çox vaxtınızı almaq istəmirəm. Hələ ki videonu dayandırım. Əməliyyata giriş edəndə belə deyim, davam edəcəm. Bəli, valentinlik başladı. Bir dənə gövdəli şamımız qaldı. Onu da qırdığı təqdirdə daxil olacaq. Çox güman ki, qıracaq, yəni, amma yenə də qırılmanı tam şəkildə gözləyirik ki, bazarın manipulyasiyasına qurban getməyək. Buradan daxil olduq. Stopumuzu baxaq. Stopumuzu hara qoyuruq? 1.64 279. Stopumuz 1.69 274.
izləyicilər, 473, 466 dollar plusla əməliyyatımızı bağlayırıq. Saat 3 olmanı artıq 2 dəqiqə qalıb. Qrupumuz var, dərs keçməliyik. Bu daha da aşağı enəcəkdi, amma lakin tez bağlamaq məcburiyyətində qaldıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Belə real tradinglər istəyirsinizsə, tradelər istəyirsinizsə bizi izləməyi unutmayın.